İndiki gənclərin toy anlayışı ilə keçmiş nəsillərin toy anlayışı arasında nə dəyişib səncə? Belə deyim, Gülər, əvvəlki nəsillərdə valideynlərin sözünün çəkisi daha ağır idi. Məsəl üçün, belə deyim də, daha çox oğul anaları oğlanlarına qız seçirdilər. Övladlar da buna razılaşırdı. Amma indiki gənclər tamamilə fərqlidir. Öz seçimlərini özü edirlər, öz toylarını özləri təşkil edirlər, özləri planlayırlar, hətta müğənnisinə qədər. Okey, razılaşa bilirlər valideynlərlə, amma indi üstünlük gənclərdədir. Amma əvvəlki toylar valideynlərin, böyüklərin iştirakı ilə daha ağır keçirsə, indi cavanlara uyğun, daha kreativ, daha dəbli keçirilir. Valideynlər də üstünlüyü gənclərə verirlər. Düşünürlər ki, onların günüdür. Amma məncə gənclər bəzən valideynlərin orada fikrinə önəmsəməlidirlər. İndi əlbəttə ki, böyüyün sözü, böyüyün göstərdiyi yol həmişə dəyərlidir, uzaq görəndir. Onların bildikləri var. Əlbəttə ki, onların təcrübəsi, həyat təcrübəsi, öngörüşü tamam başqadır. Amma ailələr həm idarəçilikdə idi, amma seçimi daha çox gənclərə buraxırlar. Düşünürlər ki, onların günüdür, onların həyatıdır, onların başlanğıcıdır.